Deməli, uşaqlar, baxırıq hansı suala? 46-cı suala. 46-cı sualda nədir? ABC düzbucaqlı üçbucaqdır. Demək, AB 20-dir. AB nədir? Düzbucaqlı üçbucaqda görürük ki, AB hipotenuzdur. 90 dərəcənin qarşısında dayanan bucaq hipotenuz olur. AB hipotenuzdur və bir kateti verib, AC-ni verib. Sırazı mən buradan BC-ni tapa bilərəm. BC-nin kvadratı bərabərdir AB-nin kvadratı, yəni hipotenuzun kvadratı çıxılsın AC-nin kvadratı. Bu da bərabərdir. 4 çıxılsın 144. 256 edir. 256 da bilirəm ki 16-ın kvadratı. Demək BC nəyə bərabərdir? 16-ya bərabərdir. Çünki kvadratı 256-dır. Bura 16-dır. Bura 16-dırsa uşaqlar, mən avtomatik olaraq o bölündüyü hissələrdən birinə x, fərqi yoxdur, hər hansına. Ya buna, ya buna fərqi yoxdur, hər hansına. Birinə x, o birisinə isə 16 çıxılsın x deyə bilərəm. Məndən nəyi istəyir? CD-ni istəyir. CD-ni istədiyi, CD-yə mən nə demişəm? X demişəm. Və məndən CD-ni istəyir. Demək, x-i tapsam, CD-ni tapmağıma kifayətdir. X-i tapmağım kifayətdir ki, CD-ni tapım. Uşaqlar, tənbilən isə tənbilənin xassəsi var. Tənbilənin xassəsi nədir? AC bölünsün CD bərabərdir AB bölünsün BD. Yəni, tənbilən qarşı tərəfi, çəkildiyi tərəfi böldüyü nisbətlər yan tərəflərin nisbətinə bərabərdir. Uşaqlar, buradan yerinə qoyuram. 12 bölünsün x bərabərdir. 20 bölünsün 16 çıx x. 12 ilə 20 ilə x-a gedir deyə burada aparıram. 3 burada qalır 5. Cavab demək 48 çıxılsın 3x çarpaz vururam. Tənasibi 48 çıxılsın 3x bərabərdir 5x. 48 bərabərdir 8x. X da bərabərdir 6-ya. Bura 6-dır. Bura 16 çıxılsın 6, yəni 10-dur. Mən CD-ni istəyir, cavab burada 6 olacaq uşaqlar. 46-cı suala cavab 6 olacaq. İndi gəlin baxaq 47-ci suala. Görək 47-ci sualda nədir? 47-ci sualda çoxluqların, alt çoxluqların sayı. Uşaqlar, çoxluğun içindəki elementi nə qədərdirsə, alt çoxluqların da sayı həmən qədərin 2 üstüdür. Məsələn, çoxluğun içində n qədər element varsa, alt çoxluqların sayı 2 üstü n-dir. İndi demək, nə edir? A çoxluğu 3 elementdən ibarətdir. Bir elementi m-dir, bir elementi n-dir, bir elementi k-dır. Demək, n-a bərabərdir 3-ə. Onda bunda alt çoxluqların sayı 2 üstü 3-dür, 2 üstü 3 də 8-ə bərabərdir. 47-də cavab 8. 48-ci sual. 48-ci sualda, gəlin baxaq görək 48-ci sualda nə istəyir bizdən. Həndəsənin əsas anları yox, 49-dur. 48-ci sual, faiz nisbət tənasib. Natural ədədi. 3 bərabər hissəyə böldükdə ən böyük ədəd bu ədədin neçə faiz olur? Uşaqlar, natural ədəd 3 hissəyə bölünüb nisbətində, bu nisbətdə bölünüb 4K, 5K, 6K nisbətində bölünüb. Ən böyük ədəd bilirəm ki, burada 6K-dır. Bu ədədin, yəni ümumilikdə bu ədəd bunların cəminə bərabərdir uşaqlar. Yəni 15K-ya bərabərdir. Demək, deyir ki, 6K 15K-nın neçə faiz olacaq? 6K özü 15K-nın, yəni 6K-nın 15-ə nisbətini tapacaq. Və sonunda da cavabı 100-ə vuracaq. Uşaqlar, 6 ilə 15-ə əvvəl 3-ə ixtisar apararam. Burada qalar 2, burada qalar 5. 5 ilə də 100 ixtisar apararam. 20. 20 də 2-yə vuranda 40. 40 faiz olur. 48-də cavab 40. Siz niyə 20 yazmışsınız? Niyə 20 yazmışsınız? Yox, cavab 40 olur. Bir də baxaq, haradasa səhv eləmədik. Yox, heç harada səhv eləməmişik. Cavab belə 40 olur. 5-ə bölsəm 3,
5'ə bölsəm 20. Bəli, 40 olur. 2 vurulsun 20. Yəqin burada 2-ni ola bilsin, unutmuşsunuz uşaqlar. 49-cu sual. Həndəsənin əsas anlayışları. Həndəsənin əsas anlayışları. Demək, 49-cu sualda uşaqlar paralel xəttlər çalışın uzadın ki, daha yaxşı görə bilərsiniz. Belə olanda paralel xəttlər həmişə uzadın. Demək, AF S'ye paraleldir. S bura deyəsən, bura S'ye paraleldir. Uşaqlar, bunlar paraleldir və DF-də 2 paraleli kəsən düz xəttir. BAF. Buranı verib 110. Baxın bu hissəni BAF. Burada 110, bura 110 verib. Tamam, buranı 110 verib. Və BC-də DF-ə paraleldir. Baxın, BC ilə DF, BC-ni biraz uzadım ki, onların da paralelliyini görürlər. BC, bax, belə uzansa, yaxşı uzadaq ki, düzgün olsun. Bax, belə. BC ilə də DF paraleldir. BC ilə də DF paraleldir. Və AFD, yəni baxın, bura 30'dur. Bu hissə 30'dur. Bu hissə 30'dur. Gəlin baxaq, görək burada nədir problemimiz. Bura 30'dursa avtomatik olaraq bura 150'dir. Çünki daxili bir tərəfli bucaqdır. Demək, D-ni tapdıq 150. D 150'dirsə. Baxın, BC ilə DF paraleldir və bu da kəsəndir. Demək, onda burada 30'dur. Baxın, bura 30'dur. Çünki bununla bunun cəmi 180 eləməlidir. Demək, onda burada bu balaca yerdə 30'dur. Düzdürmü? Bura 30'dur. Bura 30'dursa avtomatik olaraq bu C bucağı da 30 olur da bu 3 bucağın içindəki. Məndən ABC-ni soruşur. Yəni təpə bucağı. Bax, bu da 30 olur da uşaqlar. Bax, bura 30 olur avtomatik olaraq. Burada 30 olur. İndi gəlin baxaq 110'a. Bura 110'dursa, bura 110'dursa, bura 70'dir. Bura 70'dirsə və bura 110 olur. Çünki 70 ilə 110 qonşudular. 110 üstə 30. Baxın, 110 üstə 30 üstə x bərabərdir 180. O da edir 140 üstə x bərabərdir 180. X da bərabərdir 50 dərəcə. Siz nə tapmışsınız 49'da? 40 dərəcə tapmışsınız. Gəlin baxaq, görək. Bir də eləyək, görək. Nəsə bir səhvimiz yoxdur. Sizdə baxın. Baxın, BAF. Bura 110'dur. Bu hissə 110'dur. Bax, bura. Bura 30'dur. Avtomatik olaraq mən bilirəm ki, burada 30'dur. Və burada 150'dir. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 olmalıdır. Və buradan bir dənə xətt çəkirəm ki, bu 3 bucaq alınsın. 3 bucağı aldım mı? Aldım. Baxın, bu da düz xəttdir, bu da düz xəttdir. Paraleldir də bir-birlərinə. Bax, bunların uzantısı da paraleldir bir-birinə. Bura 110'dursa, bura 110'dursa, demək, burada 110'dur. Avtomatik olaraq burada 110'dur. Çünki qarşılıqlı bucaqlardır. Burada 110'dur. Və bu tərəfdən də, baxın, bu düz xəttlərdən də baxsıq, bu düz xəttlərdən də baxsıq. Bura, demək, bunları belə uzatsam, bu düz xətlə kəsəni var da. Bura 150'dirsə, bura 30 olmalıdır uşaqlar. Çünki daxili bir tərəfdir. Bu 30'dirsə, bu da bununla qarşılıqlıdır. 110, bir bucağı 110'dur, bir bucağı 30'dur, o bir bucağı x-dir. 140 üstə x bərabərdir 180. X da buradan bərabərdir 50 dərəcə. 49'da 50 dərəcə alınır. Demək, 50-ci sualda A və B vahiddən fərqli qarşılıqlı sadə ədədlərdir. Uşaqlar, vahiddən fərqli qarşılıqlı sadə ədədlərin, ümumiyyətlə qarşılıqlı sadə ədədlərin əbabı 1-ə bərabərdir. Həmişə bilirik ki, əbabları 1'dir. 3x bərabərdir 12'yə.
Yəni əbub buna bərabərdirsə, bu da 1 olmalı. Çünki qarşılıqlı sadənin əbubu 1-dən başqa heç biri də ola bilməz. Niyə görə? Çünki onların 1-dən başqa heç bir ortaq böləni yoxdur. X 4-dür. Əçovları nəyə bərabər olur onda? Getirib x-in yerinə 4 qoysam, 2 vurulsun 4 üstə 4. Bərabərdir nəyə? 8 üstə 4, 12. Demək, əbobu 1-dir, 1-dir. Əçobu 12-dir. Deyir ki, A plus B-ni tapın. Və qarşılıqlı sadədirlər. Fikir verək, görək nə ilə nə və vahiddən fərqlidir. Mən 12 ilə 1 götürə bilərəm. Çünki istənilən ədəd 1-dən qarşılıqlı sadədir. Mən oradan çıxış edərək 12 ilə 1 götürə bilərəm. Amma deyir ki, vahiddən fərqlidir. Yəni A da B də 1-dən fərqlidir. Ona görə 12 ilə 1 götürə bilmirəm. 12 ilə 1 götürə bilmirəm. Burada ancaq bir dənə variant qalır. O da 3 ilə 4-dür. 3 ilə 4-ün əbubu 1-dir, qarşılıqlı sadədir. Nə demişik? Demişik ki, ardıcıl ədədlər qarşılıqlı sadədir. Əbubları 1-dir, əçovları da hasillərinə bərabərdir. 3 vurulsun 4, 12-yə bərabərdir. Demək, A 3-dür, B 4-dür. Cəmin hissəliyinə görə cəmi 7 olacaq. 51-ci sual. Bir düz cəmliyə görə 7 oldu uşaqlar. Əçobları 12 alındı. Əçobları 12 alındısa ya 12 ilə 1 olacaq orada, ya da 3 ilə 4 olacaq. Başqa variant orada ola bilməz. İndi gəlin baxaq. Gəlin baxaq başqa. Baxaq görək başqa nə var. 51-ci sual. 51-ci sualda nədir? Bostanın 5-də 2-sinə pomidor. Baxın, bostanın 5-də 2-sinə pomidor səpiblər, 4-də 1-nə xiyar. Demirik qalanın 4-də 1-nə. Deyir 5-də 2-sinə özünün. Həm 5-də 2-sinə pomidor əkmişəm, həm də 4-də 1-nə xiyar əkmişəm. Yəni bu hissəni əkmişəm. Bu hissə ucu əkilib. Baxaq görək əkilməyən hissə nə qalıb? 20-də 5-ə böləndə 4, 4-ə böləndə 5, 8 üstə 5. O da eləyir 13. 20-də 13 qız əkilib. 20-də 13 qız əkilibsə, demək 20-də 7 ikisi qalıb. Boş sahə qalıb. Deyir, qalan o boş sahəyə, bax bu boş sahəyə 140 kvadrat metr badımcan əkilib. Demək, bura 140-dır da. 140-a bərabərdir. Buradan da x-i tapsam 7x. Baxın, buranın altına həmişə 1 atıram, yoxdursa heç nə 1 atmaq ixtiyarım var. Çarpaz vururam, tənasübün qaydası. Nisbətlər çarpaz vurulur, sürət məxrəcə vurulur, məxrəc sürətə vurulur, bərabərləşir. 7x-i 1-ə vuranda 1 eləyir, 7x eləyir zaten. 140-ı da 20-yə vururam. 140-ı da 20-yə vururam. Bunları elə hazır ixtisar apara bilərəm. 140 vurulsun 20, bölünsün 7. Vurma tərəfə bölmə kimi keçir. 20 vurulsun 20. Cavab edir 400. Demək, bostanın ümumi sahəsi 400 imiş. Bu belə. İndi gəlin baxaq. Növbəti 52-ci suala. 52-ci suala cavab yazmışız 71. Görək nədir 52-ci sual. Baxaq görək. 52-ci sual. Nə bilsin, sizdə uşaqlar söndür. Əldə sual. 52-ci sualda nə deyir? Deyir ki, ABC üçbucağında AB bərabərdir BC-yə. AB BC-yə bərabərdirsə, demək bərabər yanlı üçbucaqlı çox şey eləyə bilərəm bu üçün. AB BC-yə bərabərdir və 17-yə bərabərdir. Əla. Çox şey eləmək olar bu üçün. Oturacağı bir dənə median seçmək olar, həm hündürlük olar, həm tənbölən olar. DC-də 21-dir. Baxın, bura 21-dir. Baxın, bura 21-dir. AD 9-dur. Uşaqlar, AD 9, DC 21-dirsə, mən buradan bütöv AC-ni tapa bilərəm. Bütöv AC 9 üstə 21, yəni 30-a bərabərdir. Bütövlükdə bu 30-a bərabərdir. Məndən nə istəyir? BD-ni istəyir. Taparam. Necə taparam? Baxın. B-dən AC-yə bir dənə median seçirəm. Özümdən.
B-dən bir dənə A-yə median çəkirəm. Adını da adlandıraram BK medianı. Adlandırdım mı? Median parçanı yarı bölmür. AC-də 30'dur. AC çəkilibsə demək AK olacaq 15, yəni 30'un yarısı. 30'un yarısı. KC də olacaq 15. Hər biri 15'ə bərabər olacaq. Çünki median hara çəkilibsə oranı 2 bərabər hiss edilir. Demək AK 15'dir. AK 15'dirsə, baxın AK 15'dir. AK 15'dir. Baxın bura 15'dir. Gəlin buranı qarı ilə şey eləyək. AK. Bura 15'dir. Bura 15'dir. Bura 17'dir. Və digər tərəfdən də bilirəm ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median həm tənböləndə, həm də hündürlüdür. BK hündürlüdürsə, onda mən AKB üçbucağın düzbucaqlı üçbucaq deyə bilərəm. Çünki hündürlük çəkildiyi parça ilə hara çəkilibsə, oraya 90 dərəcəli bucaq əmələ gətirir. Hər iki tərəfdən, həm bu tərəfdən 90 dərəcəli, həm bu tərəfdən 90 dərəcəli. Demək, burada BKC də düzbucaqlı üçbucaqdır. AKB də düzbucaqlı üçbucaqdır. Uşaqlar, hündürlük gördümsə, düzbucaqlı üçbucaq gördümsə Pifagor. Hipotenuz AB-dir, katetin biri AK-dır, o biri katetdə BK-dır. AK-nın kvadratı üstə BK-nın kvadratı bərabərdir AB-nin kvadratı. AK məlum 15, 15'in kvadratı 225'dir. AB də məlum 17, 17'nin kvadratı bilirəm 289'dur. Buradan BK-nı taparam. BK-nın kvadratı nəyə bərabərdir? Cəm çıxılsın o biri toplanan. Yəni 289 çıxılsın 225. O da deyir 64. Nəyinsə kvadratı 64-dirsə demək BK. Kök altında 64-də bərabərdir. O da bərabərdir 8-ə. BK 8'dir. Mən medianı, tənböləni, hündürlüyü, oturacağa çəkilmiş medianı, tənböləni, hündürlüyü 8 tapdım. Tapdım mı bunu 8? İndi. Baxın, məndən bildiyini istəyir. İndi mən üçbucaq BKD-yə baxıram. Baxın, bu üçbucağa baxıram. Baxın, bu üçbucağa. Bu üçbucağı düzbucaqlı üçbucaqdır. K bucağı 90'dır. Bunun da bir bucağı K'dır və 90 düzbucaqlı üçbucaqdır. Və bu üçbucaqçın da Pifagor teoremin istənilən düzbucaqlı üçbucaqçın Pifagor teoremin tətbiq eləmək olar. İstənilən düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Ona görə də mən burada baxıram ki, bunun bir kateti DK'dır. Bir kateti BK'dır. Demək, bunların kvadratları cəmi DK üstə BK kvadrat bərabərdir. Hipotenuzu da 90'ın qarşısındakı BD-dir. Yəni, balaca düzbucaqlı üçbucağa baxıram bu şey burada. Baxın, uşaqlar, AK 15'dir. Burada A'dan K'ya qədər 15'dir. Amma ortada D var bir dənə. Ortada deməkdir, o tam orta deyil. O D var bir dənə, o da 9'dur. AD 9'dur. AK 15'dirsə demək bu DK 15 çıxılsın 9 6'ya bərabər olmalıdır avtomatik olaraq. Demək bu DK-ya 6 deyə bilərəm ki, bunun cəmi 15 olsun. Demək, katetin biri 6, biri 8. Bərabərdir. 36'nın kvadratı üstə 36, 6'nın kvadratı 36, 8'in kvadratı 64. Bərabərdir 100. BD-nin kvadratı. BD-nin kvadratı 100'ə bərabərdirsə, BD nəyə bərabərdir? 10'a bərabərdir. Demək, BD nədir? 10'dur. Və BD-ni istədir. Burada cavab 10'dur. Buradan başqa nəyə yazmışsınız? Başqa 54'ü yazmışsınız. Görək 54 düz yazmışsınız, 24 yazmışsınız cavab. 54'də 28 nəfərlik bir qrup var. 28 nəfərdən ibarət bir dənə şagird var. Çoxluqlar dərsinə aiddir bu. 28 nəfərim var, 28 nəfərim var. Amma onu ingilis dilinə gedir. İngilis dilinə hazırlığa gedir. 28 nəfərdən şagird. 14'ü rus dilini bilir. Hazırlığa yox, bir dili bilir. 8 şagird bu dillərdən heç birini bilmir.
Uşaqlar, 8 şagird bunlara qarışmır. Heç birini bilmir. Ona görə mən 20 şagirdim var əlimdə. Dil bilən şagirdim 20 şagirddir. Çünki 28 şagirddən 8 heç bir dili bilmir. Dil bilən şagirdim 20 şagirddir. 10 dənəsi rus dilini bilir, 14 dənəsi ingilis dilini bilir. 10 üstə 14 nə oldu? 24. Ha, necə olurdu? Mən xəlimdə 20 dənə şagirdim var, necə olurdu? Demək, içində 4 dənə şagird var ki, 4 dənə şagird var ki, həm rus dilini bilir, həm rus dilini bilir, həm də ingilis dilini bilir uşaqlar, ingilis dilini bilir. Həm rus dilini bilən, həm ingilis dilini bilən şagird 4 dənə uşaq var. 4 dənə uşaq var. Ona görə cəm 24 oldu uşaqlar. O uşaqlara görə cəm 24 oldu. Bu da belə. 53% nisbət tənasübli məhlulun duz miqdarı. Omeqanı bilməliyik əvvəlcə. Omega nəyə bərabərdir? Bax, onu bilməliyik əvvəlcə. Omeqanın düsturunu yadda saxlamalıyıq. Omega bərabərdir M maddə, yəni maddənin kütləsi, yuxarıda maddə. Məxrəcdə nədir? Məxrəcdə məhlul. M məhlul. Məhlul nədir uşaqlar? Maddə ilə suyun cəminə. Yəni, məsəl üçün, adi sizə bir primer çəkirəm. Şirin çay. Şirin çay nədir? Pəsoqla, şəkər tozu ilə suyun qarışığı. Orada su, sudur. Pəsoq da elə pəsoqdur. Onlar birləşib məhlul yaradır. Sadəcə olaraq omega nəyi bildirir? Omega orada onu bildirir ki, pəsoq suyun neçə faizi, yəni maddənin neçə faizidir. Maddənin, məhlulun neçə faizi pəsoqdur. Bax, omega onu bildirir. Burada maddə pəsoq da ola bilər, spirt də ola bilər, duz da ola bilər, gliserin də ola bilər. Yəni, kimya dərsinə aid əslində omega, sadəcə olaraq riyaziyyatda da faiz nisbət tənasüb dərsində ona yer verilir. Bu, axırda da vurulsun 100. Yəni, nisbətə tapıb sonra 100-ə vururuq. Yəni, ümumi düstur budur. Burada məhlul, maddə ilə suyun cəminə bərabərdir. Yəni, məhlul maddənin miqdarı ilə suyun cəmidir. Məsəl üçün, tutaq ki, 30 qram duzum var, 120 qram da suyum var. 120 qram olmaz təbii ki, su 120 milli suyum var. Bunları deyir ki, qarışdıranda duzun qatılığını tapın. Duzun qatılığını tapmaq üçün nə edirik? Uşaqlar, yuxarıda maddə nədir? Sudan qeyri bir maddədir, yəni su yox. Burada maddə duzdur. Duz olduğuna görə duzun miqdarı 30 qram. Bölünsün məhlul. Məhlul nədir? Məhlul da duzla suyun cəmidir. Yəni 30 üstə 120. Vurulsun 100. Bu da 30 bölünsün 150. Vurulsun 100. O da edir 5'te 1 vurulsun 150. 100 daha doğrusu. O da edir 20%. Bu adi bir omega üçün bir məsələ edəcəkdim. İndi gəlin keçək məsələmizə baxaq. Görək məsələmizdə nə verib? Məsələmizdə verib ki, duzun miqdarın 10% artırıb, suyun miqdarın 30% azaltdıqda məhlulun ümumi miqdarı dəyişmir. Baxın uşaqlar, duz olsun x qram, su da olsun y milli. Məhlulum oldu bu. X üstə y, duz üstə su. İndi dəyişiklik edirəm. Duzun miqdarını 10% artırdım. Yəni, x vurulsun 10% artıranda birisi 100% olur. 110 vurulsun x bölünsün 100. Artırdım. Suyun miqdarını 30% azaltdım. 30% azaldanda bir şey. Həmişə ümumi miqdar, ilkin miqdar 100%'dir. 30% azaltdıqsa o olur 70%. 70'i vururam y-ə bölürəm 100'ə. Məhlul əvvəlki miqdarın dəyişmir. Yəni əvvəlki kimi olur. Yəni yenə x plus y olur. Uşaqlar məhlul. Bu tənliyi həll edək əvvəlcə. 100 ortaq məxrəc 100'dür. 110x üstə 70y bərabərdir x plus y-ə.
100'ü o biri tərəfə keçirsəm, 100 bölünsün 100'ü deyə o tərəfə keçirdəndə olur vurulsun 100. 110x plus 70y bərabərdir 100x plus 100y. X'ları bir yerə, y''ləri bir yerə yığa bilərik uşaqlar. 110x çıxılsın 100x 10x. Bu da eləyir 30y. Bərabərdir 30y. Demək, 10'la da 30'u ixtisar aparsam, x bərabər olur 3y uşaqlar. Demək, x bərabərdir 3y almışıq. 10x çıxılsın 30y. Demək, burada nə idi? Duzun miqdarını artırdım. Suyun əvvəlcə məhlulun duzluğu neçə faizdir? Demək, uşaqlar, duz sudan 3 dəfə çoxdur da belə çıxır. İndi deyir ki, əvvəlcə məndən faizi soruşur. Baxın, bu düsturdan istifadə edəcəm, Amerikan düsturundan. Yuxarıda maddəyə nə demişəm mən? Maddə x-dir. Uşaqlar, maddə x-dir. Məhlul amma x plus y-dir. Yuxarıda maddə x-ın nədir? X-ın nədir? 3y. Baxın, yuxarıda maddə x plus y vurulsun 100. Bunu istəyir məndən. X-i tapmışam 3y. Aşağıda da yenə x-in yerinə 3y qoyuram. Üstə y vurulsun 100. 3y bölünsün 4y vurulsun 100. Bu da eləyir nə? 4 ilə y-lər onsuz ixtisar edir. 4 ilə 100 ixtisar edir. 25, 70, 25'i də 3'ə vuranda bərabərdir 75 faiz. Demək, əvvəlcə məhlulun duzluğu neçə faiz idi? 25 faiz idi, 75 faiz idi. Məhlulun duzluğu 75 faiz idi. Uşaqlar, bu da belə. Gəlin, baxaq, görək. Obri suallar nədir? Obri suallar çeşdiklərimizdendirsə, onları da izah edək. Düzbucaqlı, üçbucaq çeşdiyimizdəndir. Düzbucaqlı, üçbucağı keçmişik biz. Gəlin, baxaq, görək nə deyir burada. Bunu daşıyaq. Bu niyə belə yaxşı düşməyib? Bu 6'da 5'dir deyəsən. Burada görünmür. 6'da 5'e oxşuyur. Demək, düzbucaqlı üçbucaqdır. AC ilə BC kat etdi. Hipotenuz 15'e bərabərdir. Üçbucağın perimetrini istəyir. Və mənə nəyi verib? Siz bunu çox gümanki yazmamışsınız. Çünki sinusu, kosinusu keçməmişsiniz ona görə. Sinus, bitirək uşaqlar. Sinus bucaq B bərabərdir. 6'da 5 görürəm mən. Ümid edirəm ki, 6'da 5'dir. Mən 6'da 5 görürəm. Ümid edirəm ki, 6'da 5'dir. Uşaqlar, deməli, qısa bir məlumat verim sinus haqqında. Sinus nədir? Sinus düzbucaqlı üçbucaqda tapılır. Ancaq və ancaq düzbucaqlı üçbucaqda tapılır. Kosinusda, sinusda, tangisdə, kotangisdə hamısı düzbucaqlı üçbucaqda tapılır. Tapılan bir şeydir. Yəni, üçbucaq düzbucaqlı deyilsə, orada başqa cür tapılırlar. Yəni, tərəflə tapmaq istəyirsə, ancaq düzbucaqlı üçbucaqda tapılır. Sinus bucağın qarşısındakı katetin hipotenuza olan nisbətidir. Bucağın qarşısındakı katetin. Hansı bucağın sinusu deyirsə, həmin bucağın qarşısındakı katetin hipotenuza nisbətidir. İndi B bucağın sinusu bilirsiniz nə deməkdir? B-nin qarşısındakı hansı katet dayanıb? Bax, o şəkildə AC dayanıb B-nin qarşısında. AC-nin üçbucağın hipotenuzu nədir? AB. Bax, sinus budur, uşaqlar. Və bu da 6'da 5'e bərabərdir. AB-ni bilirəm 15 verib. AB-ni zaten bilirəm 15 verib. Buradan AC-ni tapa bilərəm. Tənasüb. Tənasübün xassəsi. Çarpaz vurulur. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 6 AC bərabərdir 15 vurulsun 5'e. Nəsə səhv eləmədik. Yox, eləməmiş. AC də bərabərdir 15 vurulsun 5 bölünsün 6. Bu da nə edir? 15 ilə 6 ixtisar gedir. 5. Burada da 2. 25 bölünsün 2. Cavab edir 12 tam 10'da 5. 25'i 2'ye bölündü 12 tam 10'da 5. Uşaqlar, bu alındı 12 tam 10'da 5. Bu belə alındı. Bəlkə 6'da 5'i düz görməmişim. O 6'da 5 deyil bəlkə. Yəni, cavab kəsirlə alındı deyə ona görə. Yəni, o bir tərəfi də hipotenuzu Pifagor teoremindən tapırıq. Pifagor teoremi nədir?
Perimetr nəyə bərabərdir? Ümumiyyətlə bizdən nə istəyir? Perimetr. Perimetr nəyə bərabərdir? 2 katetin cəmi üstə hipotenuz. Katet 1 üstə katet 2 üstə hipotenuza bərabərdir. Bu bir kateti tapmaq üçün də mənə nə lazımdır? Pifaqor teoremi. Yəni bunun kvadratı, AC-nin kvadratı üstə BC-nin kvadratı bərabərdir AB-nin kvadratı. Buna x desəm, sadəcə olaraq burada bilmirəm, cavab çıxacaq yoxsa yox. Hər halda mən burada görünmür, mən inanmıram ki, belə cavab ola. Hər halda burada sinus bucaq B 6'da 5 deyil. Başqa şeydir. 6'da 5'e oxşayır, amma 6'da 5 də deyil. 6'da 4 də ola bilər orada. Yəni, ümumi olaraq məqz budur, uşaqlar. Sinusu tapmaqdan ötürü qarşıdakı kateti hipotenuza bölürük və bərabər edirik sinusun qiymətinə. Oradan kateti tapırıq. Katetin biri məlumdursa, o birisini tapmağa nə var ki? Pifaqor teoremi. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Orada düsturda qoyduq yerə tənlik qururuq, o biri kateti tapırıq. O biri kateti tapandan sonra perimetr istəyir bizdən. Perimetr tapırıq. Perimetr nəyə bərabərdir? 3 bucağın 3 dənə tərəfi var. 3 dənə tərəfin uzunluğu cəminə perimetr deyilir. Bu qədər.